Çox sağ olun. Mən də salamlayıram hər kəsi. Konqreyə dəvət etdiyi üçün Valih bəyə çox böyük təşəkkürümü bildirirəm. Çıxışımız Azərbaycanda inhibitor forma hemofiliyanın apardığımız işlər və gördüyümüz təcrübə haqqında olacaq. Qısaca olaraq hemofiliyanın nə olduğu və ağırlaşmalarını qısa özətini keçmək istəyirəm sizə. Bilirik ki, irsi koagulopatiyalar arasında rast gəlmə tezliyinə görə birinci yerdə hemofiliya və sonra von Willebrand xəstəliyi gedir. X xromosomu ilə ilişikli nəsildən nəslə ötürülən bir xəstəlikdir. Yer kürəsində təxminən qeydiyyatda olan 400 mindən çox hemofiliyalı xəstə var. Lakin bu diaqnoza düşməyən, yəni diaqnostikadan yayınan xəstələri də nəzərə alsaq, təxminən bu rəqəm 1,1 milyonu aşar. Azərbaycanda elmi praktik hemofiliya mərkəzində hal-hazırda 1700-dən çox hemofiliyalı xəstə var. Bunun 1208 nəfəri hemofiliya A xəstəsidir. Keçək, bilirik ki, hemofiliya klinik ağırlaşmaları, qanaxmalar verən bir ağır patologiyadır. Ümumən götürəndə hemofiliyanın əsas ağırlaşmaları birinci yerdə müalicə fonunda inhibitorun yaranmasıdır. Sonra oynaqla əlaqədar olan hemofilik artropatiyalar və digər ağırlaşmalar, hematomalar, psevdoşişlər, sınıqlar daha çox rast gəlinir. Hemofilik artropatiyalar, hemofiliyanın ağırlaşmaları arasında birinci yerdə və onların sosial adaptasiyasını azaldan, həyat keyfiyyətini azaldan ən birinci ağırlaşmalardan biridir ki, biz əyani olaraq təəssüflər olsun ki, bu ağırlaşmaları əks etdirə biləcək çoxlu sayda sizə klinik praktikadan şəkillər təqdim edə bilərik. Onların bir qismini mən sizə göstərəcəm. Hemofiliyanın müasir müalicə tətbiqi üsullarının tətbiqindən sonra ümid edirik ki, artıq bizim bu kimi şəkillər təqdim etməyə xəstələrimiz olmayacaq. Kəskin və xroniki hemofilik hemartrozlar və onların əmələ gətirdiyi ağırlaşmalar, hansı ki, sümük oynaqların endoprotezə ehtiyacına kimi baş verən ağırlaşmalardan tutmuş psevdoşişlərə, psevdotumorlara kimi müalicə olunan və yaxud müalicə olunmayan, adekvat müalicə olunmayan xəstələr arasında çox rast gəlinir. Burada da gördüyünüz kimi psevdotumor və ən çox ədəbiyyatlarda adı keçən at pəncəsi simptomunu siz görürsünüz. Uzun müddət topuqlara baş verən qansızmadan sonra yaranan ağırlaşmalardır. Və ən əsas ağırlaşması hemofiliyanın faktorla müalicəsi erasının başlanmasından sonra meydana çıxan, belə deyək, hemofiliyanın faktorla müalicəsinin fəsadı sayılan inhibitor ağırlaşmasıdır. Inhibitor vena daxilinə yeridilən laxtalama faktor konsentratlarına qarşı bədəndə xüsusi antisellərin inhibitorun yaranmasıdır. Bu inhibitorlar yeridilən 8-ci və yaxud 9-cu faktora qarşı kompleks yaradaraq yeridilən faktorun effektivliyini sıfıra endirir və şəkildə faktor istifadə edən xəstələr nizamsız, yəni ki, bütün dünyada biz bilirik ki, hemofiliyanın qızıl standart müalicəsi profilaktik müalicədir. Nəyə görə? Çünki orada faktor konsentratları müəyyən nizamla, müəyyən düzənlə vurulur xəstəyə. Tələbata görə və yaxud on-demand terapiyadakı xəstələr müalicəsi, faktor terapiyası nizamsız şəkildə olur və inhibitorun tədqiqatına aparılan statistikalarda da qeyd olunur ki, daha çox on-demand terapiya alan xəstələr arasında inhibitorun yaranması rast gəlinir. Və faktor preparatının növünün tez-tez dəyişənlər, biz bilirik ki, faktor konsentratları rekombinant və plazma olmaqla iki qrupa ayrılır. Rekombinant, yəni gen mühəndisliyi ilə süni yolla alınan preparatlardır. Plazma mənşəli insan qanından alınan laxtalanma faktor konsentratlarıdır və xüsusən əgər xəstə erkən yaş dövründən əvəz edici terapiyaya başlayırsa, biz tövsiyə edirik, biz deyəndə, yəni bütün dünyada bu belədir ki, tövsiyə olunur ki, bu başlanılan preparat növünə görə tez-tez dəyişikliyə uğramasın. Yəni, gah rekombinant, gah plazma vurmaq, bu xəstələrdə inhibitorun yaranma ehtimalı yüksəlir. Nə zaman biz xəstədə inhibitorun yaranmasından şübhələnirik? Yetərli doza və rejimdə əgər profilaktik və yaxud tələbata görə müalicə alırsa xəstə, lakin yenə də spontan qanaxmaları müşahidə ediriksə,
Faktor konsentratlarının qanaxmanı saxlamaq effektini əvvəlki kimi müşahidə görmürük effekti. Laxtalama faktor konsentratlarını daha yüksək dozada vurulması tələb olunduğu hallarda artıq biz inhibitora görə xəstəni müayinə edə bilərik. Hansı laborator göstəricilər? Adekvat dozada vurulan faktor konsentratından sonra koagulogrammada APTT və yaxud biz deyirik ona qismən aktivləşdirilmiş tromboplastin zamanının yenə də uzun qalması, yetərli dozada vurulan faktor konsentratından sonra qanda 8-ci faktorun səviyyəsinin yenə də 1%-dən aşağı düşməsi və qarışım testi göstəriciləri analizindən sonra göstəricilərin dəyişilməməsi. Qanda inhibitorun miqdarı Bethesda vahidi ilə ölçülür. Bethesda vahidinin miqdarına görə 5 Bethesdadan yuxarı olanlar yüksək titrli, 5 Bethesdadan aşağı olanlar aşağı titrli inhibitorlar adlanır. Bizim mərkəzdə qeyd elədiyim kimi 41 nəfər hemofiliya A xəstəsi var və bunların 21 nəfəri aşağı titrli, 20 nəfəri yüksək titrli olaraq 2 qrupa ayrılıb. Yaş qruplarına nəzər salsaq görərik ki, xəstələrin böyük bir qismini 5-15 yaş arasında olan xəstələr təşkil eləyir. 12 nəfər 25 yaşdan yuxarı, 15-25 yaş 6 nəfərdir və ən kiçik qrup erkən yaşlı uşaqlar qrupudur. İnhibitorun xəstələrin müalicəsində, yəni hansı müalicələr tətbiq olunur? Demək, burada inhibitorun titrindən asılı olaraq, aşağı titrli və yaxud yüksək titrli olmasından asılı olaraq müalicə taktikasında yanaşmada fərq var. Daha az titrli inhibitorlu xəstələri yüksək doza 8-ci faktor konsentratı ilə müalicə etmək olar. Yüksək titrli inhibitorlu xəstələri isə artıq hemostaza dolayısı yolla təsir edən şuntlayıcı və yaxud da ki, protrombin kompleksi preparatlarının istifadəsi ilə bu müalicələr həyata keçirilir. Protrombin kompleksi preparatları arasında ən çox istifadə olunanları bizdə və dünya praktikasında aktivləşmiş epidakok alfa və yaxud rekombinant 7-ci faktor Nova7 preparatı ki, geniş hemostatik effekti populyar olan və çox geniş tələbatı olan bir preparatdır ki, bizdə də istifadə olunur və epidakok alfa bundan başqa da TIM4 immuna feyba preparatı. İnhibitor xəstələrin inhibitor vəziyyətdən çıxartmaq üçün ümumiyyətlə müalicəsi belə deyirik, birinci xətt terapiyası hemostatik terapiyadır, ikinci xətt terapiya isə xəstənin orqanizmindən inhibitorun eliminasiyası, yəni yaranmış antitellərin sıfıra endirilməsinə yönəlmiş müalicə. Bu müalicə immun tolerantlıq induksiya terapiyasıdır və çox mahiyyəti, maliyyəti baha başa gələn bir terapiya növüdür. Bizim bir nəfər xəstədə ITI terapiya təcrübəmiz var ki, növbəti slaytlarda onu sizə göstərəcəm. ITI terapiyanı dünya üzrə 3 əsas protokol üzrə aparılır. Ən əsas geniş istifadə olunan yüksək dozlu BOM protokoludur ki, burada xəstənin hər kiloqram çəkisinə 100-150 beynəlxalq vahiddən hər 12 saatdan bir və yaxud da ki, sutkada bir dəfə vurula bilər. Yanaşı olaraq, əgər xəstənin qanaxmaları olarsa, aktivləşmiş epidakok alfa preparatından istifadə olunur. Malma protokolunda da eyni ilə 8-ci faktorun hər kiloqram çəkiyə 100 beynəlxalq vahiddən vurulmaqla istifadə olunur. Lakin burada yanaşı olaraq immunosupressiv terapiyaya müraciət edilir. Van Crevet protokolu daha çox Almaniya, Avropa ölkələrində təcrübədən keçibdir, lakin aşağı dozlu protokol olduğu üçün müəyyən ölkələr tərəfindən çox da qəbul olunmur, çünki effektivliyi daha az görülür. ITI ilə aparılan müalicənin əsas bizim burada kriteriyalarımız nədir? Xəstənin əgər tam uğur o halda hansı nəticələri biz ala bilərik? Tam uğur ala bilərik o halda ki, xəstənin bədənindəki bizim yoxladığımız antitellər, yəni inhibitor Cif3 tam sıfıra enirsə, bu ala biləcəyimiz ən gözəl nəticədir. Əgər inhibitorun titrini müəyyən hədlərdə, yəni 0-1 arasında saxlaya biliriksə, bu hissəvi uğurdur və
göstərilən 3 kriteriyadan birinin olması və yaxud da ki, bu nəticələrin heç birinin olmaması, bu artıq qeyri-qənaətbəxş nəticələr sayılır. Bizim bir nəfər ağır forma hemofiliya A xəstəsi, hansı ki biz buna ITI terapiyası 2012-2013-cü illərdə aparmışıq. Bu, ölkə üçün də ilk təcrübə idi. Qeyd etmək istəyirəm ki, çox maliyyət baxımından çox başa gələn bir terapiya idi və bu Səhiyyə Nazirliyi tərəfindən rəsmi icazəsi olan bir müalicə üsulu idi ki, biz buna müraciət etdik. Çünki bilirsiniz, dövlət proqramı ilə, dövlət qeydiyyatı ilə alınan dərmanlardır və bir xəstəyə yüksək doz da vurulan faktor konsentratlarının nəzarəti dövlət tərəfindən rəsmi icazəmiz olmadan apara bilməzdik. Bu, demək, 1990 təvəllüdlü ağır forma hemofiliya A xəstəsidir. Bir ailədə 2 qardaş, ikisi də ağır forma hemofiliya A xəstəsidir. İlk inhibitor titri bu xəstəyə qoyulub 2005-ci ildə başqa bir ölkədə, İran İslam Respublikasında, çünki o zaman bizdə hələ o laboratoriya inhibitor titrini biz yoxlamırdıq. Və sonraki müayinələrdə bizdə də inhibitor titri aşkar olundu və inhibitor aşkar olunan xəstələrin bilirsiniz ki, faktorla müalicəsi qeyri-mümkünsüz olur və ümumiyyətlə inhibitorun müalicəsi çox çətin və spontan həyati təhlükəli qanaxmalar verə bilən bir inhibitor elə bir formadır ki, həyati təhlükəli qanaxmalar verir və ITI terapiyasını bu xəstədə biz nəyə görə qərar verdik? Çünki xəstə stasionardan çıxmırdı. Çox ağır qanamaları olurdu, günlərlə stasionarda yatırdı, yataq rejimindən qalxa bilmirdi və İlk dəfə biz dozanı 80 kiloqram çəkisi olanda hər kiloqram çəkiyə 100 beynəlxalq vahiddən 8000 beynəlxalq vahid sutkada vurulmaqla təbii ki, hər ay qanda 2 həftədən sonra hər ay qanda koagulogramma dəyərlərinə nəzarət etməklə, inhibitor titrini təyin etməklə bu terapiyanı başlamışıq. İlk başlarda terapiya çox uğurluydu, çünki ilk etaplardan artıq inhibitor titrini ilk dəfə, onu qeyd edelim, 2005-ci ildə 150 B-test olub. Demək, inhibitorun titri. Biz ITI-yə başlayanda 16 B-testaydı. Uzun müddət faktor vurmayan xəstələrdə orqanizmdə inhibitorun titri spontan olaraq eniş yapa bilər. Onu qeyd edeyim. Amma faktor terapiyasına başladığı zaman təzədən antitellər qalxır. 16 B-testa ilə başlayanda və 8000 beynəlxalq vahid hər kiloqram çəkiyə sutkalıq dozuda vurulduqdan sonra tədricən növbəti aylarda inhibitorun titrinin 1,5, 0,6, 0,5 kimi göstəricilərə düşməsini biz müşahidə elədik. Bu xəstənin sol diz oynağının görüntüləridir. Çox yaxşı nəticələr əslində almışdıq. Burada koagulogramma dəyərləridir. Getdikcə 4 aydan sonra 5-ci ayda yenidən inhibitorun titrində cüzi də olsa biz artış müşahidə elədik və məlum oldu ki, bir ailədə 2 qardaş olduqları üçün aparılan dərman preparatlarını qardaşlar arasında bölüşdürüblər və dozanı düzgün vurmuyub. Çünki öz başına dozanı azaltmaq olmaz. Doza əgər standart protokolla başlanılırsa, bilirsiniz ki, biz protokola riayət etməliyik. Protokola görə də inhibitor titri sıfıra endikdən sonra da hələ dərhal dozanı azaltmaq olmaz. Və artıq ondan sonra aparılan müalicələrdə inhibitorun titrini oynadığını gördük. Ümumiyyətlə, qeyd elədiyim kimi, mahiyyəti başa gələn bir müalicə olduğu üçün dünya praktikasında da belədir. Əgər bir il ərzində gözlənilən nəticəni, effekti almırıqsa, artıq müalicəni dayandırırıq və xəstə standart yüksək doz 8-ci faktor konsentratı ilə standart profilaktikaya götürülməlidir ki, bu xəstədə də biz belə eləmişik. Biz artıq inhibitorun titrini 2 B-testalarda görəndə terapiyanı dayandırdıq. Çünki 1 ildən çox artıq ITI davam edirdi və ikincili profilaktik müalicəyə yüksək dozla başladıq. Hal-hazırda bu xəstə, mən növbəti slaytlarda deyəcəm, ən son preparat olan emicizumab Hemlibra ilə profilaktikadadır. Ora gələcəyik hələ. Burada qeyd olunub. Bəli, və ən son müalicə üsulu, yəni inhibitorun hemostatik
müalicəsindən və ITI terapiyasından başqa bütün dünyada ən son müalicə üsulu ümumiyyətlə hemofiliyanın müalicəsində ən innovativ preparatlar bilirsiniz ki, birinci, ikinci, üçüncü faz çalışmaları keçən preparatlar var. Bunlar qeyri-faktor terapiyasıdır. Hansılar ki, biz bilirik, hemofiliyalı xəstələr vena daxili inyeksiyaların mütəmadi edilməsindən həm psixoloji, həm fiziki böyük əziyyət çəkən xəstələr qrupudur ki, onların reabilitasiyası da iqtisadi və sosial baxımından çox dövlətə başa gələn müalicə üsullarıdır. Və venoz müdaxilədən başqa dəri altı inyeksiyaların kəşf edilməsi hemofiliyanın müalicəsində sıçrayış, böyük bir sıçrayışdır və böyük bir uğurla, böyük bir sevinclə qarşılandı. Çünki uşaqlarda, erkən yaş qrupunda düzdür, bu preparatlar hələ ki 12 yaş üzərində olan xəstələr üçün tətbiqdədir. Erkən yaş qrupundan 0-12 yaşa qədər olan, 14 yaşa qədər olan uşaqlar arasında təcrübə yoxdur. Çünki belə bir təcrübəni hələ ki aparılmır. Böyük yaş qruplu xəstələrdə dəri altı ağır forma inhibitor və qeyri-inhibitor forma hemofiliyalı xəstələrdə venoz müdaxilə olmadan dəri altı inyeksiyaların yeridilməsi və xüsusən də bu dəri altı inyeksiyaların hər gün deyil, 8-12 saatdan bir deyil, həftədə bir, 2 həftədə bir, 4 həftədən bir vurulması bu böyük bir innovativ dəyişikliklərdir ki, ən üçüncü faz çalışmaları da aşan və artıq dünya praktikasında 5 ildən çox istifadə olunan ən son molekul emosizumab molekuludur ki, bizim ölkədə də bu var, Hemlibra preparatı. Dəri altı yeridilir. Bu 8-ci faktor deyil, 8-ci faktoru imitasiya edir və bispesifik monoklonal antiteldir və bunun hemostazı effekti 8-ci faktoru əvəz etməklə deyil əslində, amma yəni dolayısı yolla hemostazı bərpa etməklə başa gəlir. Hal-hazırda elmi praktik hemofiliya mərkəzində 2022-ci ildən bugünə kimi 4 xəstədən başlanılıb və bugün artıq 15 xəstə Hemlibra ilə profilaktik müalicədədir. Bu müalicə növü həftədə bir, 2 həftədən bir, 4 həftədən bir. Təbii ki, burada xüsusi laborator göstəricilərə nəzarət tələb olunur. Bu ənənəvi üsullarla, yəni bizim əvəz edici terapiya ilə kontrolda etdiyimiz dəyərlər emosizumab Hemlibra ilə müalicədə artıq effektsizdir. Çünki burada 8-ci faktoru vurmadığımız üçün qanda 8-ci faktoru yoxlamağın diaqnostik bir əhəmiyyəti yoxdur. Xüsusi xromogen üsulu ilə 8-ci faktorun yoxlanılması analizi var ki, hal-hazırda ölkəmizdə bu müayinə aparılmır, lakin bizə söz verilib dövlət tərəfindən ki, inşallah bu müayinələri bərpa edəcəklər, yəni mümkün olacaq, aparılacaq. Emosizumabla müalicə alan xəstələrdə əgər biz ənənəvi üsulla qanda 8-ci faktorun aktivliyini yoxlasaq, bu göstəricilər 200-ün üzərində 400, 500, 800 və daha çox göstərə bilər, amma bunlar heç bir əhəmiyyəti daşımır. Burada siyahıda 15 nəfər Hemlibra alan xəstələrin siyahısıdır. Siz görürsünüz, xəstələrin yaşı, çəkisi, inhibitor titri və aldıqları doza əks olunubdur bu cədvəldə. Ayrı-ayrı keçək bu xəstələrdən bir neçəsini nümunə olaraq sizə göstərəcəm. Bu xəstədə 2005 təvəllüd, ağır forma hemofiliya A xəstəsidir. İnhibitorun titri çox yüksək olub qoyulanda diaqnoz. Hemlibra ilə müalicəyə başlamışıq 2023-cü ildə, çəkisi 80 kiloqram olanda. Bu şəkil bir 14 il əvvəlin şəklidir. Çox təəssüf ki, burada siz görürsünüz fəsadlaşmış, orta barmağın fəsadlaşmış gematoması, o barmağı təəssüf ki, amputasiya etmək məcburiyyətində qaldı cərrahlar. Çünki bu hemofiliyanın ağırlaşmalarını mən sizə qeyd elədim. Fəsadlaşmış gematomalarda əgər gematoma sümüyü litik dəyişikliklərə uğradırsa, artıq burada orqan qorumaq mümkün olmur. Və bu ağır bir xəstə olduğu üçün təbii ki, Hemlibraya müalicəyə başlayan xəstələr siyahısında birincilərdən idi və Hemlibra ilə müalicə fonunda heç bir spontan qanaxması yoxdur, həyat keyfiyyətinin yaxşılaşma əlamətləri qeyd olunur.
normal sosial adaptasiyasına, universitetinə, yəni normal gündəlik həyatına xəstə davam eləyir və vena daxilinə inyeksiya etmədən, yəni 8-ci və yaxud 8-ci yox, protrombin və aktivləşmiş epidokok alfa preparatlarına ehtiyac qalmadan hələ ki normal yaşayır. Növbəti xəstəmiz 2001 təvəllüd, bu da ağır xəstələr qrupundandır. Bu xəstədə baxmayaraq ki, erkən yaşından 2001 təvəllüddür, artıq 10 yaşında 40 kiloqram, bugünkü gün 80-90 kiloqram çəkisi olan bir xəstədir, çox ağır çəkili bir xəstədir. Oynaqlarında, topuq oynağında, diz oynağında daimi hemartrozlardan, hərəkət məhdudiyyətindən, ağrılardan əziyyət çəkən bir xəstədir. Hemlibra ilə müalicəyə götürmüşük. Burada bəzi göstəriciləri qeyd olunub. İnsulin rezistentliyi də var, piylənməsi olduğu üçün. Aldığı müalicələrdən razıdır. Artıq bir ildən çoxdur ki, əvəz edici protrombin kompleksi preparatlarına ehtiyac duymadan aldığı qeyri-faktor terapiya ilə ümumi vəziyyətini stabil saxlamağa nail olmuşuq. Burada həmən o xəstənin profilaktikadan əvvəl gördüyünüz kimi və profilaktikadan sonraki şəkilləri qeyd olunur ki, aktivliyi bərpa olunub, xəstə üzgüçülüklə məşğuldur, yəni normal həyatına davam edə bilir. Bu qədər diqqətinizə görə minnətdaram.